Bakıya ən çox axın edən 10 rayon hansılardır? Bakı artıq küləklər yox, tıxaclar şəhərinə çevrilib. Səs-küy, hər yerdə tıxac, qarışıqlıq və ən əsası bütün bunlara əsaslanaraq günü-gündən artan bahalaşma. Rayonlar, kəndlərdə işsizliyin artması insanları Bakıya köçməyə vadar edir. Qeyri-rəsmi məlumatlara görə paytaxtda hazırda 5 milyondan çox insan yaşayır. Bu da hardasa ölkə əhalisinin yarısından çox deməkdir. Bakıya axının nədən qaynaqlanır? Bunun yaratdığı problemlər hansılardır və bunları necə həll etmək olar? Yerin Qulağı kanalı bu dəfə rayonlardan Bakıya köç edənlərlə bağlı araşdırma aparıb. İş imkanları və əmək haqqı fərqi. Rayonlarda iş imkanları məhduddur. Bakıya isə maaşlar və karyera fürsətləri daha çoxdur. Təhsil və inkişaf imkanları, universitetlər, kurslar və bazarlıq artırma imkanları paytaxtda daha əlçatandır. Xidmət və infrastruktura yaxınlıq, sağlamlıq, əyləncə, alış-veriş və ictimai xidmətlər baxımından Bakı üstünlük təşkil edir. Və sosial və mədəni həyat. İnsanlar həm də daha aktiv sosial mühit, mədəni tədbirlər və həyat standartı üçün şəhərə gəlirlər. Bu maddələrə əsaslanaraq əhalisi azalan, yəni Bakıya köç edən 10 rayonu təqdim edirik. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Qusar rayonu gəlir. Qusar Azərbaycanın şimalında yerləşir. Rusiyaya ən çox miqrat göndərən şimal rayonlarından da biridir. Coğrafi mövqeyinə görə Azərbaycanın şimal qapısı adlandırılır. Əhalisinin ümumi sayı 110 min nəfərə yaxındır. 92 kəndi var. Rayonda rus dilində danışanların çox olması onları qonşu ölkədə iş tapmaqda kömək olur. Şimalın sərt iqlimi, mövsümi iş fürsətlərinin məhdudluğu səbəbilə xüsusilə gənclər Bakıya üst tutur. Bakıdan 180 km aralıda yerləşir. Gələnlər əsasən tikinti, restoran, otel və iaşə sahəsinə yönəlir. Qusarda turizm olsa belə iş mövsümü qısadır. Bu səbəbdən ailəsinə il boyu dolandırmaq istəyənlər paytaxta köç edir. 9-cu yer Qax rayonu. Qax Azərbaycanın turizm baxımından ən çox inkişaf edən rayonlarından biridir. Eyni zamanda ən aşağı əmək haqqı olan rayonumuzdur. Savadlı insanlar yetişdirmələri ilə də seçilirlər. Turizm mövsümü olduğundan insanlar iş üçün Bakıya üst tuturlar. Rayonda kənd təsərrüfatı potensialı güclüdür, amma gəlir səviyyəsi çox vaxt kifayət etmir. Gənclər əsasən logistika, sürücülük, restoran sektorunda çalışır. Həm də bir-birlərinə bağlılıqları ilə seçilirlər. Yəni bir nəfər gedirsə, ardınca qohumlarını, yaxınlarını da aparır. Qaxlılar adətən əmək disiplininə görə yaxşı reputasiya qazanıb. 8-ci yerdə Lənkəran rayonu gəlir. Lənkəran Azərbaycan daxilində mövcud 5 təbii coğrafi vilayətdən biridir. Əhalisi 220 nəfərdən çoxdur. Rayonda 83 kənd var. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 kilometrdir. İş yerlərinin say baxımından Lənkəranda vəziyyət ürəkaçan deyilir. Ona görə də daha çox xarici ölkələrə, xüsusən Rusiyaya üz tuturlar. Lənkəranlar əsasən xidmət və restoran sektorunda çalışır. Sitrus bağları, çay plantasiyaları Lənkəranda əsas gəlir mənbəyidir. Turizm də inkişaf edib, amma sabit maaş hər kəsə çatmır. Son illər gənclər daha çox Bakıya üz tuturlar. Bakıda daha çox servis, təhlükəsizlik, ticarət sahəsində çalışırlar. 7-ci yer Quba rayonu. Azərbaycanın ərazisinə görə ən böyük rayonu. Eyni zamanda yaşamaq üçün də ideal bölgələrimizdən biri sayılır. Quba uzun illərdir həm Azərbaycanlılar, həm də xarici turistlər üçün yaşamaq üçün və istirahət etmək üçün ideal bölgə kimi tanınır. Əhalisi 172 min nəfərə yaxındır. Rusiyaya daha rahat getmək imkanı rayonu daha da yaşamaq üçün uyğun bölgəyə çevirib. Qubanın həm kənd təsərrüfatı, həm də turizm potensialı böyük olsa da, Bakıya yaxınlıq səbəbilə iş axını güclüdür. Məsafə qısa olduğundan bəziləri hətta həftəlik gəlib gedirlər. Tikinti, meyvə, topdan satış bazarları, təhlükəsizlik sektoru Qubalı gənclərin əsas işlədiyi sahələrdir. 6-cı yerdə Xaçmaz rayonu gəlir. Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Əhalisi 176 min nəfərə yaxındır. Rusiya ilə sərhədi 14 kilometrdir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. 66 kəndi var. Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Xaçmaz həm kənd təsərrüfatı, həm də turizm mərkəzidir. Amma iş mövsümi xarakteri daşıyır. Xüsusilə gənclər iş üçün il boyu sabit maaş tapmaq məqsədi ilə paytaxtda üz tuturlar. 5-ci yer Şəki rayonu. Şəki Azərbaycanın ən tarixi, eyni zamanda ən sakit bölgələrindən biridir. Əhalisi 200 min nəfərə yaxındır. Dağ ətəyində yerləşən şəhər təmiz havası, bol suyu və təbii məhsullarla fərqlənir.
Qış burada biraz sərt keçir. Şəkinin əsas üstünlüyü sakitlik, turizm imkanları və təbii qidalarla zəngin həyat tərzidir. Ancaq istər əmək haqqının aşağı olması, istərsə də iş yerlərinin azlığına görə insanlar daha çox Bakıya üst tuturlar. Gənclər paytaxtda kafelərdə, otellərdə, əyləncə və xidmət sahələrində işləyirlər. Xüsusilə Şəkili gənclərin nizam-intizamlı iş üslubu işə götürənlər tərəfindən sevilir. 4-cü yerdə Masallı rayonu gəlir. Masallıdan Bakıya güclü içki köçü var. Səbəb həm yaxın məsafə, həm də işə ehtiyacının böyük olmasıdır. Əhalisi 230 min nəfərə yaxındır. Masallılar Rusiya bazarlarında və restoran sektorunda da çox fəaldır. Moskvada az qala hər bazarda bir masallı sahibkar tapmaq mümkündür. Qazandıqları pulla rayonda həm sosial layihələrə, həm də kəndin abadlaşdırılmasına dəstək verirlər. Əsas istiqamətlər tikinti, xidmət sektoru, yükdaşıma, mühafizədir. Masallıdan Bakıya gələnlərin çoxu ailələrini də tədricən bura gətirir. Miqrasiya burada yalnız müvəqqəti deyil, qalıcı xarakterdə daşıyır. 3-cü yer Cəlilabad rayonu. Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Əhalisi 230 min nəfərdən yuxarıdır. Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. İş üçün daha çox Rusiyaya və Bakıya üst tuturlar. Rusiyada Cəlilabadlı ustalar çox sevilir. Gəlirlər daha çox torpaq, malqara və ev tikintisinə yatırılır. Cəlilabad uzun illərdir Bakı əmək bazarının qida anbarı və işçi mərkəzi sayılır. Xüsusilə tikinti Cəlilabadların dominant sahəsidir. İş tapmaq çətin olmadığından çoxları həm özləri gəlir, həm də qohumlarını çağırırlar. 2-ci yerdə Biləsuvar rayonu gəlir. Biləsuvar kənd təsərrüfatı rayonu olsa da gəlir tələbatı qarşılamaq üçün kifayət etmir. Bakıya axın güclüdür. Xüsusilə tikinti, logistika, mühafizə və iaşə işlərində işləyirlər. Əhalisi 110 min nəfərə yaxındır. Bir şəhər və 25 kənddən ibarətdir. Rayonun iqtisadiyyatına əsasən kənd təsərrüfatı təşkil edir. İş yerləri azdır. Rayon sakinləri iş üçün xüsusilə Bakıya, Rusiyaya üz tuturlar. Qazanclarını bu şəkildə təmin edirlər. Və 1-ci yer. Bakıya ən çox köç edən rayon. İmişli rayonu. Siyahının lideri illərdir dəyişmir. İmişli rayonudur. İqtisadi imkanların məhdudluğu, kənd təsərrüfatına bağlı həyat tərzi çoxlarını paytaxta yönəldir. Tikinti sektorunda, bazarlarda, yükdaşıma, depo və anbarlarda İmişlilərin rolu böyükdür. Bu rayondan demək olar ki, hər ailədən bir nəfər Bakıda işləyir. Əhalisi 160 min nəfərdən çoxdur. İş yerləri azdır. Ən kasıb rayonlardan biri sayılır. Bəs paytaxtda köçün qarşısını necə almaq olar? 1. Regionlarda iş imkanlarını artırmaq. Yeni sənaye zonaları, startaplar, kənd təsərrüfatı layihələri. 2. Nəqliyyat və infrastrukturun inkişafı, yüksək sürətli qatarlar və yol genişləndirilmələri. 3. Təhsil və mədəni imkanların rayonlara yayılması. Universitet filialları, kurslar və mədəni mərkəzlər. 4. Şəhər planlaşdırılması və mənzil siyasəti, ucuz mənzil proqramları, sosial yaşayış kompleksləri. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.